Mən bu yenə də deyirəm, bu Talış qardaşlara baxın bu nə qoyursunuz axı. Bu Rusiyada oturursunuz. Niyə qoymursan Azərbaycanda Talış xalqı yaşasın ha? Ha yaşayır da qardaş. Niyə qoymursan yaşasın? Talış bilir ki, kimdir, nəçidir, hardan gəlib, tarixini bilir artıq. Amerikada Belladon sizə tarix yazdı, nə Avropa tarix yazdı, Starbon yazdı. Biz böyük xalqıq eləyirik. Ay qardaş, bunu qurtarın da. Biri sual verərlər, sən neçə nəfər idin, harda oldun, nə oldun, sənin dövlətin niyə yoxdur? Axı niyə Yunanın var, niyə Romanın var, niyə sənin yoxdur əgər sən belə utanmırsınız? Gör nə yazır, Sefevi nə yazır? Sefevi dövləti Talış dövlətidir. Sefevi dövlətdə nə işin var Talış? İndi buna nə deyəsən? Qardaş, mən bilmirəm də, siz ümumiyyətlə beləliklə, mən yenə də deyirəm, Talışlar, siz gələk fəxr eləyəsiniz ki, Azərbaycan Türk torpağında yaşayırsınız. Bütün xalqlar yaşayır Qafqazda, Türk torpağında yaşayır. Bu ayıb deyil, bu pozor deyil. Yəni bunu artıq təsdiqləyirlər, göstərirlər, deyirlər Qafqaz kimindir, kimlər hardan gəlir. Yəni Türk olmasa bütün xalqlar sizi qul kimi silərlər. Heç kəsə lazım deyilsiniz. Türk varsa hamı var. Türk Allah eləməsin olmadı. Görün sizin hamının başına nə ümid gələcək. Sizi 5 dəqiqədə yeyərlər belə. Sevinməkdən ki bu sağ olsun Türk dünyasıdır. Yaşayırıq da, burada nə var? Bir torpaq, bir vətən. Şəhid vermişik. Nə qədər şəhid vermişik Qarabağdan. Bu niyəsiz axı belə şey. İndi bu birinə baxın. Bu da oturub xaricdə prezident, Talışdan prezidenti. Sözüm yoxdur. Əgər sən dövlət yaradıbsansa, hardasan, mən birinci əlimi qaldırıram, gəlirəm o ölkəyə, Talışdan ölkəsi. Hardadır, hansı yerdədir, regiondadır, mən də sizdən sevinim. Amma Azərbaycanda, qardaş, belə Azərbaycanı dağıtmaq, qardaş, işiniz yoxdur da, dəyməyin Azərbaycana. Mən ümumiyyətlə deyirəm, gələcəyi yəni fikirləşin. Azərbaycan Türk torpağında dövlətlər yaratmaq bu biraz bilirsiniz, bilmirəm nə deyim, biraz gülməli çıxır axı. Axı bir köpəği deyəcək axı sən nə oldu dövlət yaratmadın keçmişdə? Gəldin indi ki başqa adamın dövlətində yaradırsan. Sizə yenə də deyirəm, Tanrı hansı millətə Azərbaycanda Kürdüdür, Ləzgisidir, Ucinidir, Avarıdır, Tatıdır, Lahıcıdır. Kimə məsləhət bilsə Tanrı, onda dövlət hardasa olsa yaranacaqdır. Amma bu Azərbaycanı qardaş, duraq, dağıdaq, öldürək, asaq, kəsək, bu yaxşı deyil. Lazım deyil. Yəni mən yenə də deyirəm, oturubsan orada göstərirsən bütün dünyaya prezident Talışdana, burası ayıbdır. Bilirsiniz, özünə hörmət qoy. Sabah biri deyəcək, что это нация? Что, курица, что ли? Sən cücə edin, gəldilər, dövləti dağıtdılar. Sən deməli nə qədər gələk ki, bu adam biabırçı insan var ki, öz millətini aşağılaya. Ha qardaş, axı bu bilirsən nə var? Sən deməli özü deyirsən ki, biz cücə idik, gəldilər bizim evdən qovdular, dövlət yaratdılar. Bütün bu Qafqazda oturanlar odur, budur, hansı xalqlar var da? İnguşudur, nə bilim, Ləzgisidir. Hamı elə deyir ki, bizim dövlətimiz olubdur. Ha qardaş, dövlətiniz olub nədir? Cücə idiniz. Sən niyə axır öz xalqı biabır edirsən? Yəni sən cücə idin, kimsə Asiyadan gəlib deyirsən, bizi öldürüb, asıb, kəsib. Sonra türkləşdirmək nədir? Biz 10 milyon Lahıcdır, 10 milyon Talışdır, 20 milyon Ləzgidir, 30 milyon Gürcüdür, 30 milyon Ermənidir. Dünyada sual verərlər, deyərlər, ay Erməni, ay Gürcü, ay o bir millət. Siz nəsiniz? Toyuqsunuz.
Siz nəziniz? Ay Gürcü, mən 100 dəfə deyirəm, get analiza. Analizdən soruşdular, ay ana, ay alçaq, ay əxlaqsız, niyə gedib Türkün qoynuna giribsən? Biz bilmirik, Gürcü ya Türkü. Ha gedib analizdən irad tutun. Идите вашим матерям, грузинам говорю, скажите, почему шалава несчастная мать пошла к турку в постель, а? Зачем? Зачем винить нас? Зачем трогать? Ona göre ayıptır. Yani Türk torpağıdır, bir vətəndir. Bütün xalqın vətənidir bura. Hamının vətənidir. Talışın da, Kürdün də, Əzginin də, Gürcünün də, Yahudinin də, Ucinin də, Tatın da. Qardaş, bu bizim ümumi vətəndir. Bu vətən üçün də hamı şəhid də veribdir. Yəni bu vətəni niyə dağıdaq? Əksinə, hər millətdən də bir naziri də var, generalı da var. Vəzifələrdə o demək deyir ki, siz aşağılayasınız ki, Türkün ağlı yoxdur, biz idarə edirik. Qoyublar idarə edirsən də. İndi Kürdüdür, Lahıcıdır, Ucinidir, qoyurlar vəzifəyə Azərbaycanı idarə edəndə nə? İndi duraq deyək ki, Türk dəlidir də, ağlı çatmır. Erməni, Gürcü gedir, Türkiyədə deyir ki, Türklər heç nədir, biz tikirik, biz qururuq, biz yazırıq, əlifba yazırıq. Erməni bilirik də, sən Atatürk'ün tumanını da tikib giydiribsən, naskisini giydiribsən, neyinə indi? Gəl otur bura. Biz neynəmişik Türklər? Biz o qədər demirik, bir dənə Rus qadın deyir, mı. Ay kişi, biz nə eləmişik? Biz susuruq. Sadəcə ermənilər ki, deyir ki, biz eləmişik, hər yanı biz eləmişik. İndi biz də, axırı biz də deyirik ki, qutarın da, bunu axırı biz eləmişik. Ona görə bu Azərbaycanda dövlətimizi dağıtmayın. Həm onun prezident, həm SFV-lər, talışlardır. Budur, odur, qardaş, bizim ölkə ilə yəni lazım deyil. Ölkəni dağıtmayın. İmkan daxilində, yəni biz bir xalqıq, bir vətəndir. Bu vətən də ümumi hamınındır və yaşayacaq. Amma kimsə yaşamaq istəmir, qardaş, onu bilirsiniz ki, axırı nə olacaq, nə olacaq. O bir xalqları görürsünüz. Böyük xalqları məhv edirlər. Böyük xalqları, yəni o hansı dövlət olur, onu məhv edirlər. Siz deyirsiniz, Türkiyə niyə 45 dövləti olan Türk xalqıdır. Bu meymun deyil axı. Bunu siz necə meymun eləyirsiniz? Bax, burada deyirlər də, bu necə meymun eləyirsiniz? Bu 45 dövləti olan xalqı meymun eləyirsiniz. 650 milyonluq xalqı götürüb 200 milyonluq xalqı Çin deyir 10 milyondur. Təbriz 50 milyonluq xalq İranda deyir ki 10 milyondur. 55 milyon 48'də 55 milyon səmət Türklərdir. Rusiyada yazır ki 2 milyon Türk var. Yəni bunu aşağılamaqla olmur. 650 milyon xalq, 30 dilimiz var. Yəni hamı lağ edir ki Türklər bir-birini başa düşür. Kurduş başa düşmür, ancaq Turanın yeganə dilidir da. Hərənin öz ləhcəsi var. Türk, 30 Türk xalqı var. Kumukdur, Uyğurdur, Tatarıdır, Azərbaycanlı Qazağıdır, Türküdür, Özbəyidir, Qaraçayıdır, Yakutudur, hamısı Türkdür. Və hərənin də öz dili var da, indi biraz oxşuyur da, indi deyir, Türk dilidir da, hərəsinin bir oxşarı var da, indi biz neyniyək? Bəniyə deyirlər, 32 dilimiz var. Ona görə ki, yeganə Türk dilidir və oxşarlıqdır da, indi biraz uzaqlaşıblar, eləyiblər. Niyə? Dünyanın hər yanında Tanrı yaradıb. Krımın xəbəri yoxdur Qafqazdan, Qafqazın xəbəri yoxdur Orta Asiyadan, Sibirdən xəbəri yoxdur. Belə olublar da, yaşayıblar hər yanda Türklər. Amma paytaxtı Qafqaz olub, Azərbaycan Türkü olub və bütün Avropada Türkün təməlini qoyan Azərbaycan Türkləridir. Skandinavlar da etiraf edirlər, nə qədər göstərmişəm.
bütün günü deyir ki, biz Azərbaycan türküyük, sadəcə xristianıq. Sadəcə açıb ağardmırlar. Bax bu qədər. Ona görə belən ki, bu türklərimizi lazım deyil aşağılamaq. Sevinin ki, Türklə yaşayırsınız. Türk bir dünyanın xilaskarıdır. Dünyaya sülhü gətirib, onu Tanrı verib, dünyaya qanun qaydanı gətirib, dünyaya haqqı gətirib, dünyaya insanlığı gətirib. Bunu Türk gətirib. Bunu Tanrı Türk'e verib. İslamı da, dini de, her şey buradadır. Hak, adalet, insanlık, kanun, qayda Türk'e verilibdir. Ve Türk de ötürür dünyaya, Türk'ü aşağılama. Sadece Ərəbin qanun qaydası hələlik yaşayır burada. Haşansa çıxsa, onda dünya da azad olacaq. Dünyada sülh olacaq. Dünyada gözəl dünya olacaq. Bütün xalqlar, mən gələn Türkün burasından qayda qanun Ərəbin çıxsa, onda gözəl bir dünya olacaq. Türk qayda qanunu oldu, bütün dünya xilas olacaq. Dünyanı xilas edən Türkdür. Yəni xoşumuza gəlməyə, həzm elə bilməyək budur. Yəni Türkü sevək, sevməyək budur qardaş. Bax bu qədər.